Uşaqlara baxırsan Allah, zibil vedrəsini çəkir, yazıqlar, zibil yığırlar. Gəlin bura. Sənin neçə yaşın var? 10. Sən 9. 2 bacısınız siz. Qormayın, üzünüz düşmüsün. Siz orada zibil vedrəsinin içində niyə işələrsiniz? Çünki evimizdə heç nəyimiz yoxdur. Hə? Çünki evimizdə heç nəyimiz yoxdur. Atan işləyir. Niyə? İkisi də tutulub. Atama şəhərlikdən, anam da bizi tutulmuşdu, üstündə iş gətirmişdi. Anan nə edir? Bizi atıp getmişdi, üstündə iş gətirmişdi bura. Nənəmin qardaşı oğlundan gəldiyinə görə nənəm evdən çıxartdı, anam da getdi. Ana o qovub da nənəm. Nənəm saxlayır sizi. Ayağı kəsildi. Siz indi burada nə yığırsınız zibil vedrəsində? İçəri yaxınladı. 2 bacısınız. İndi mənə Əslində 4 uşaqlı, prost ki, böyük bacımla böyük qardaşıma aparıb bura. aparıb özü ilə. Mənə bax, sizin telefonunuz var, yazmağa, telefon nömrəsi yazmağa var özü. Nömrə desəm yadınızda saxlayarsınız. Yox. Telefonumuz var, prost ki, içində nömrə yoxdur. Siz hər gün burada olursunuz, Bakandatda. Onda yaxşı, mən ayın 24-ü bura məhkəməyə gələcəm. Ayın 24-ü saat 4-də. Yadınızda qalar. Hə, Yasamal rayon məhkəməsinin qabağında. Ayın 24-ü gələrsiz sonra mən sizə telefon nömrəsini də verəcəm, produkt alıb verəcəm. Oldu? Yasamala. Hə. Kamran xeyriyyəsi eşitmişsiniz, qara maskalı. TikTokda danışırıq, YouTube'da da. Eşitməmişsiniz, görməmişsiniz, heç rast gəlmir. TikTok'a da baxmırsınız. Şeyiniz yoxdur. TikTok'un adı yoxdur. Adın nədir sən? Əsma. Əsma, gözəl adın var. Sən neçə? Mələk. Mələk, neçədə oxuyursunuz? Əsma. Oxumursunuz, məktəbə sizə getmirsiniz. Niyə? Böyük bacımla böyük qardaşım gelip biz getmiyoruz. Getməmişsiniz. Paltarınız da yoxdur, elə budur. Mənim indi nömrəm yoxdur üstündə ki, kağız çek, verəm sizə. Ruska zad da yoxdur. İndi məndə ruska olmalıdır. Darıxmayın, sizə mən nömrəmi yazıb verəcəm. Sosial Yardım Nazirliyi sizə köməklik eləyir. Nənənin zadım, hə? Yox. Nənəmin çayağı da kəsilib, prosta nə qədər getmişi verməyiblər. Sosial yardım, nənənin çayağı da yoxdur. Sosial Yardım Nazirliyi sizə yardım vermir, hə? Sən 10 yaşın var, sən də 9 yaşın. Əsma. Əslində 8 yaşım var, 9-u hələ tamamladım. Əsma, sənin adın nədir? Mələk. Mələk. Allah sizin köməyiniz olsun. İnşallah əmi sizə nömrəni yazıb verəcəm. Mənlə əlaqə saxlayarsınız. Ayın 24-ü mən burada olacağım. Amma ayın 24-ündən qabaq mən bir yer var. Oradan pul götürməliyəm. Götürüm sizə mən